salamlayıram hər kəsi. Deməli, bugünkü videomuz nə ilə bağlıdır sizə izah edəcəm. Kimin göyərçininin qanadında şiş varsa və yaxud ki uğur varsa sizin üçün çox vacib bir videodur. Deməli, gördüyünüz kimi nə edəcəyiniz onu deyəcəm sizə. Bu yəni yoxlanılmış, sınanmış bir şeydir. Çoxdan da bunun üstündə işləyirdim. Axır ki bildim şişin üçün, göyərçinlər üçün şiş olan, qırıq olmasın, şiş olanı müalicə eləmək olur. Quşun yəni qanadı düzəlir, sağalır. Deməli sizə bir sadə, basit bir şey göstərəcəm. Bax bu gentamisindir. Bir dənəsi 40 qəpik, 30 qəpik olan şeydir. Gentamisin deyil, pardon, çaşdım. Dektamazoldur. Bu dektamazolu alırsınız insan aptekindən. Dektamazol alırsınız insan aptekindən. Baş birisi çəkmişəm. Ünsün iş birisi də alsınız. Bir dənə içində var hal-hazırda. Bax içi doldu. Ünsün iş birisinə çəkirsiniz. Deməli şiş üçün gentamisinlə dektamazolu qarışıb qulaq asın diqqətlə. Dektamazolla gentamisini hərəsindən 50-50 çəkin, qarışdırın. Yaxşı çarxalayıb qarışdırın. Həmin şişin üstünə, altından da üstündən də ikisini bir qarışdırın, yoxsa effekt verməyəcək. Dektamozolla gentamisi ikisini bir qarışdırıb şişin üstünə bir altdan bir üstten vurun. Gün ötürüb sonra bir gündə vurun. Gün ötürüb bir gündə vurun. 3 gün vurun. O şiş çəkilməsə siz deyə altında yorum yazarsınız. Siz bu elədiyiniz dərman heç bir effekt vermədi. Məndə bir dənə kuşu pişik ülküdüb, çaxılıb qanadı şişmişdi. Amma qırıq zad yox idi. Şişqa var idi qanadında. Həmin quşun qanadında şişi vurdum. Tərtəmiz çəkildi. Çəkildi və tərtəmiz sağaldı. Deməli, bir də bir şey izah edəcəm sizə. Bu dektamazolun tək özünü çəkirsiniz işbirizə. Kimin quşunun qanadı tutulubsa, ayağı axsıyırsa, ayağında çəkmə varsa, həmin bunu götürürsünüz. İki hissəsinə, iki döş hissəsinə çəkib vurun bütük. 50-50-dən vurun. İki döş hissəsinə dektamazolu vurun. 1 qram eləyir bu. Vurun, görərsiniz quş tərtəmiz axsamağı da gedəsidir. Qanadı tutulmağı da açılası, qanadı da açılasıdır. Yəni quş özünü gümrah olacaq. Quş yəni ki özünə gələsidir. Tərtəmiz sağalır quşu. Amma kimin quşunun qanadında şişqa varsa, dektamozolla gentamisini bir-birinə qatıb elə vurmaq lazım şişin üstünə. Amma az-az vurmaq lazımdır. Məsələn, 20 millimdən vurun, görərsiniz nədir, nə deyil deyə. Çox gözəl effekt verir. Mən məsləhət görürəm ki, sizə eləyin onu. Sonra şişin üstünə vurandan sonra yodlayın. Yod vurun şişin üstündən. 3 gün yod vurun, şiş tərtəmiz çəkilsin. Təşəkkür edirəm. Xahiş edirəm videoları bəyənib kanala düzgün şəkildə abunə olun. Mənə dəstək olun. Mən də gözəl videolar çəkə bilim.